Allah subhanətlə deyir, فَلَا تَدْعُوا مَعَ اللّٰهِ أَحَدًا. Allahla yanaşı heç kəsə dua etmə, heç kəsə çağırma. O da əhədən qeyri-müəyyənlikdə gəlir. Ərəb dilini bilən uşaq da bilir ki, yəni Allahdan qeyri hər kəs. İstər Allaha ən yaxın olan mələk və ya Rasul olsun. Allahdan qeyrisinə çağırmaq olmaz. Ərəb dilində o nida var, nida. Məsələn, mən deyirəm ki, yə. Bu ərəb dilində munədədir, nida. Çağırma. Mən ərəb dilindən danışıram. Mən məsələdən danışmıram, əqidə demirəm. Ərəb dilini deyirəm. Ərəb dilində qaydadır ki, bu, əgər bu nida ədatı, məsələn, ya, ey və başqa ədatlar var, 8 dənə. Əgər diriyə deyirəmsə bunu, bu çağırışdır. Məsələn, ya filan, ey filan kəs. Məsələn, eşitməni. Əgər ya deyib və sonra ölünün adını çəkirəmsə, bu istixasədir. Ondan yardım diləməkdir. Məsələn, mən deyirəm ki, ya Hüseyin. Uşaq məntiqi nə düşünür? Buna fəlsəfi zad lazım deyil, ya da dərin düşüncə. Mən deyirəm ki, oturmuşam, ayağa qalxdım, ya da maşını xodlayıram, deyirəm ki, ya Ali. Mən kimi çağırdım? Çağırdım, çağırmadım. Nəyə görə çağırdım ki, maşını xodlasın? Yoxsa maşını itələsin? Sənə güc verir. Yəni məsələn, Tövhid əhli necədir? Deyir ki, Bismillah. Etiqad olur ki, Allahın adı ilə başlayır ki, yolu uğurlu olsun. Bu nə deyir? Ya Ali. Bir dəfə oturmuşam, qum tələbələrin birində universitetdən diplom almağa gedəndə, o maşınla getdim. Oturdum, hələ xodlayan kimi dedi, düz yanında oturmuşam. Ya Ali, bilə-bilə. Sonra mənə dedi, şirkdə, hə? Dedim, yox, işində ol, Tövhid. Xəstədir, yox. Adam xəstədir. Özü bir davamızdır. Dedim, işində ol, Tövhiddir. Yəni, bunu uşaq da bilir ki, əxi, sən ya Ali niyə dedin? Məsələn, mən duram, ya Ali. Niyə dedim bunu? Yəni, Ali haradır, niyə çağırır? Mən deyirəm ki, ey qardaş, yəni, yə, eydir. Yəni, ərəblə ey də var. Ey və yə. Mən deyirəm ki, ey qardaş, sən də o saat neyinisən? Buyur, qardaş. Bir stəkan mənə çay sus. Məqsəd var da, dirisən, mən Əli vəfat edib, qəbir dağırda, oturmuşam burada, deyirəm ki, ya Ali, mən burada, o orada. Hamı da etiqad edir ki, o eşitir amma. Hamının hər yanında eşitmək Allaha xasdır. Sən əlini ilahlaşdırdın, Allaha xas olan xüsusiyyəti verdin Əliyə. Çünki hər yanda hər kəsi eşitmək Allaha xasdır. Bu ilahlıq vəsfidir. Bu ilahlıq vəsfidir. O deyə bilər ki, sağdır, filan peşmükan. İsa aleyhissalam sağdır, bizə eşitir. Bu nə dəxli var? Dilləri şəhidlər sağdır. Heç əlaqəsi yoxdur. Ümumiyyətlə, buna da Allah subhanətlə deyir ki, fələ təd'un, Allahdan qeyrisini çağırma. Amma qaldı ki, onlar deyirlər çağırmazsa, boş şeydir, hamısı etiraf edir. Fəqət məzhəbdə təqiyyə var, elə o mirkasımın özü. Hamısı açıq adın adına deyirəm, kim eşitsə və desə ki, yalan deyir, gəlib üzmə desin. Universitetdə tələbələrlə mübahisə eləyəndə, onlar mənim üzümə dirənirdilər ki, bizim məzhəbdə yoxdur, birbaşa gedirəm, fikir verir, mən gedirəm, deyirəm ki, ey Hüseyin, birbaşa, vasitəsiz, sən, ey Hüseyin, mənə övlad ver, xəstəyəm, mənə şəfa ver, kasıb var, mənə ruzu ver, birbaşa, vasitəsiz, dedilər ki, yoxdur bizdə. Mirkazım girdi dərsə, sinifə, uşaqlar o saat soruşdu, qalxdı ki, nə problem var? Gedirsən ağanın qəbrinə, deyirsən ki, ey ağa, övladsızsan, mənə övlad ver. Bax, birbaşa, bax belə. O qəsdən ki, o da Allahdan. Yox, heç nə, birbaşa. Vasitə söhbəti yoxdur. Birbaşa. Allah tutaq ki, o şey olsun. Məkkə müşriklərinə nə fərqin var sənin? Qarı, bilsən nədir? Şirkə fəqət qəşən don geyindiriblər. Yəni, məsələn, belə götürək də, Peyğəmbər sallallahu aleyhi və səlləm Cin surəsindəki ayələri oxu. Nə dua edir? Sağ olanda deyir ki, mən öz nə zərər verə bilərəm, nə xeyir. Cin surəsində ayələrdir. 18-dən oyunu oxu. Sağ olanda bunu deyirdi. Sən ölü barədə deyirsən ki, o zərər verə bilər və ya xeyir. İxlasla.com saytı tərəfindən təqdim olundu.